müqavimət 86. Aylində görə Şimal İttifaqını kimlər təşkil edirdi? Deyil. Aha, deyil. Aha. Bir də Saksoniya. Aferin sənə. Aferin sənə. İsveçə qarşı. Piotrun məqsədi nə idi? İsveçə qarşı müharibə aparmaqda. Hara çıxış əldə etmək istəyirdi? Baltik dənizinə. Baltik dənizinə çıxış əldə etmək istəyirdi. Şimal müharibəsi neçənci illərdə olmuşdu? Yox, Şimal. 721. 1700-1721. 1700-1721. Sən təşkil edilməsini deyirsən. Müharibənin. Hə, 11-dir o, 1711. Hə. Poltava döyüşü 1709. 1709. Sankt-Peterburq şəhərinin salınması 1712. Yaxşı, İsveçlə müharibənin yekun sülhü nə oldu 21-də? Niştat sülhü oldu. 21 1721. Aha, Rusiya üçün nəticəsi nə oldu? Rusiya Hara çıxış əldə etdi? Qaradəniz, mən də dinləmişdim. Baltik dənizinə çıxış əldə etdi.